Vaxtilə Abşeron yarımadasında quraq ərazilərdə su çatışmazlığı problemi ovdanların köməyi ilə həll edilirdi. Bu baxımdan Nardaran və Ləhiş qəsəbələri arasında yerləşən bu 3 ovdan abidəsi Abşeron mədəni irsinin parlaq nümunələrindən sayılır. Onların tarixi təxminən 18-ci əsrə aid edilir. Ehtimala görə 3-cü ovdan daha sonra 19-cu əsrdə inşa edilib. İçərisində daş kitabələrdə tikilini inşa edənin adları əks olunub. Bu bənzərsiz ovdanlar 3-5 ton su tutumuna malikdir. Bu ovdanlar əslində quyudur. Suyu çəkmək üçün ən rahat üsul bu idi və şirin yeraltı suları Abşeronda çox az tapılandı. Və burada şirin suyun yerin altında olması və nisbətən səthə yaxın olması ovdanı ən əlverişli vasitə kimi üzə çıxarır. Ovdanları tağtavan və günbəz qoruyur. Onlar həm də suyun buxarlanmasının qarşısını alır. Buna görə də ovdandakı su ilin ən isti vaxtında belə soyuq qalır. Elə buna görə də ovdanın pilləkənləri səyyahların istidən daldalanması üçün nəzərdə tutulub. Bundan əlavə isə bu pilləkənlərin mailli şəkildə olması elə bu sayədə səyyahların suyu götürmələri üçün daha rahat üsul hesab edilir. Qəsəbə sakinlərinin dediklərinə görə bu quyulardan son 40-50 ilə qədər istifadə edilib. Təzə tikilən evlərdə məsələn istifadə edirdilər, onda hələ su çəkilməmişdi bura. Su yox idi, ancaq bu quyunun suyundan istifadə edən gördüm, bəli, motor atırdılar, evlərə çəkirdilər suları. Necə ki, bu sular çəkildi, sular çəkiləndən sonra bu quyudan istifadə eləməyiblər, bu formada qalıb. Mütəxəssislərin fikrincə, quyuların suyundan günümüzdə də istifadə etmək mümkündür. Amma bunun qaydaları olmalıdır, baxımsız qalmamalıdır birinci növbədə. Bizim aidiyyəti icra orqanları burada müəyyən vaxtaşırı monitorinq keçirməlidirlər, müəyyən mühafizə sistemi yaratmalıdırlar. Suya münasibətimizi tamamilə dəyişmək üçün bunlar bir əyani vasitədir. Lakin Abşeronun mədəni irsi sayılan bu ovdanların aqibəti narahatlıq doğurur. Çünki tikilinin ətrafına xeyli daşlar yığılıb. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nardaran qəsəbəsində yerləşən hər 3 ovdan dövlət mühafizəsinə götürülən ölkə əhəmiyyətli arxeoloji abidələrdir. Ötən il abidələrin yaxınlığında tikinti aparılmasının qarşısı alınıb. Əraziyə tökülən inşaat materiallarının yığışdırılması barədə xəbərdarlıq edilib. Vüsalə Məmmədzadə, Elvin Qəhrəmanov, ASTV Xəbər.